Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Milli Hidrometeorologiya Xidməti martın 29-da gözlənilən hava şəraitini açıqlayıb. Məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərdə yağan güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə su basma hallarının davam edəcəyi istisna olunmur. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi normaldan aşağı 753 mm civə sütunu, nisbi rütubəti isə gecə 90-95%, gündüz 60-70% təşkil edəcək. Azərbaycan rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə də qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti. Dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcə də isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var. Özünüzü qoruyun.